Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günlər sizlərə kartoqrafiyaya aid olan qəbul imtahanı indiyə qədər düşmüş test nümunələrinə diqqət yetirmiş olacağıq. Bir neçə test nümunəsinə baxaq, görək hansı test nümunələri hələ də imtahanda istifadə oluna bilər. Ən məşhur test nümunələrindən biri bu testimizdir. Qeyd olunub ki, səyahətçi A məntəqəsindən 60 dərəcə şimal enliyi, 60 şərq uzunluğu, əvvəlcə 180 dərəcə azimutdan baxın, A məntəqəmiz dayanıb burada, bu qırmızıladığımız yerdə. Daha sonra 180 dərəcə azimutdan, yəni cənuba doğru 2220 km hərəkət etdi. 2220 kilometrimiz biz bilirik ki, meridian üzərində hərəkət edir deyə cənuba doğru böləcəksiniz 111-ə, etmiş olacaq 20 dərəcə. 20 dərəcə cənuba doğru gəlsə, gəlib çatacaq hara? 40 dərəcə cənub şimal enliyinə. Sonra isə 90 dərəcə azimutla, yəni şərqə doğru 5124 kilometr hərəkət etdi. Şərqə doğru 5124 kilometr hərəkət etməsinin neçə dərəcə olduğunu tapmaq üçün biz bilməliyik ki, 40 dərəcə paralel üzərində, 40 dərəcəlik paralel üzərində 1 dərəcəlik qövsümüzün uzunluğu nə qədər? 5124 bölünsün 85.4 şəklində qeyd etmiş olacaq. Doğru cavabımız qalacaq 60 dərəcə. İndi məntəqəmiz hal-hazırda 60 dərəcə şərq uzunluğundaydı. 60 dərəcə şərqə getsə hara gəlib çatacaq? 120 dərəcə şərq uzunluğu. Bəs hansı enlikdə? Təbii ki, biz bayaq tapmışdıq 40 dərəcə şimal enliyi. İndi biz həmin enliyimiz, coğrafi koordinatlarımız hara oldu? 40 dərəcə şimal enliyi, 120 dərəcə şərq uzunluğu olmuş olacaq. Doğru cavabımız Y variantı olacaq. Növbəti sualımıza baxırıq. Bakıdan əvvəlcə 0 dərəcə azimutla 5550 km, daha sonra isə 180 dərəcə azimutla 4440 km hərəkət etsək, çatacağımız məntəqəyə aid xüsusiyyətləri müəyyən edin. Baxın, Bakı şəhəri yerləşir 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğunda. Biz əvvəlcə 0 dərəcə azimutla, yəni şimal istiqamətində 5550 km, neçə dərəcə? 50 dərəcə hərəkət etsək, gedib çatacağıq qütbə 90 dərəcə. Sonra isə 180 dərəcə azimutla 4440 km hərəkət etsək, indi cənuba doğru 4440 km biz cənub istiqamətində hərəkət etməliyik. Amma digər yarımkürədə. Digər yarımkürə hansıdır? 50 dərəcə şərq uzunluğunun əksi olan meridian, yəni 130 dərəcəlik qərb uzunluğu üzərində hərəkət etmiş olacaq. 130 dərəcə qərb uzunluğu üzərində cənuba doğru hərəkət etsəm, gəlib mən hara çatacam? Nə qədər hərəkət edəcəm? 4440 km, yəni 40 dərəcə. 90-dan 40 dərəcə cənuba gəlsəm, gəldim çatdım 50 şimal enliyi, 130 qərb uzunluğu. İndi məntəqəmizin coğrafi koordinatları 50 şimal enliyi, 130 qərb uzunluğu olmuş oldu. Yazıram bura 50 şimal enliyi, 130 qərb uzunluğu. Şimal və qərb yarımkürələrində yerləşir bir doğrudur. Yerli vaxtı Bakıdan irəlidir. Xeyr, yerli vaxtı Bakıdan geri olmuş olacaq. Niyə? Çünki qərb yarımkürəsində yerləşir. Mülayim işıqlanma quşağında yerləşir. Bəli, doğrudur. Çünki 50 dərəcə şimal enliyi mülayim işıqlanma quşağındadır. Biz işıqlanma quşaqlarının sərhədini 23.5 ilə 66.5 şimal enliyi arasında şimal mülayim işıqlanma quşağı deyirik. Ona görə doğru olacaq. Günəş şüalarının maksimum düşmə bucağı 63,5 dərəcədir. Bəli, doğrudur. Maksimum düşmə bucağını hesablamaq üçün biz 90 dərəcə çıxılsın coğrafi enliyimiz, yəni 50 üzərinə gəlsin 23,5 şəklində qeyd edəcəyik. O da etmiş olacaq nə qədər? 63,5 dərəcə. Bu da doğru olacaq onda. Bakıya nisbətən başlanğıc meridianına yaxındır. Xeyr, bu 130 qərb uzunluğu, 130 dərəcə fərqi var başlanğıc meridiandan, yəni 0 dərəcəlik meridiandan. Bakı isə 50 dərəcəlik fərqə malikdir. Günəş ildə 2 dəfə zenitdə olur. Xeyr, ümumiyyətlə orada günəş zenitdə olmaz. Doğru cavabımız 1, 3, 4 olmuş olacaq C variantı. Növbəti sualımıza diqqət edin. A və B məntəqələrinə aid olan xüsusiyyətlər və onlar arasında olan məsafəni kilometrlə təyin edək. Baxın, A məntəqəmiz yerləşir 15 şərq uzunluğunda, B məntəqəmiz yerləşir 60 şərq uzunluğunda. Aralarındakı dərəcə fərqimiz 45 dərəcədir və hansı paralelin üzərində yerləşir? Təbii ki, 40 dərəcəlik şimal enliyin üzərində yerləşir. Deməli, orada 1 dərəcəlik qövsümüzün uzunluğu nə qədərdir? 85.4. Mən 45-i vurmuş olacağım 85.4-ə. O da etmiş olacaq 3843 kilometr. İndi 3843 kilometr aralığımızda həqiqi məsafə var. Baxaq indi xüsusiyyətlərinə. Şərq yarımkürəsində yerləşirlər, bəli, hər ikisi şərq yarımkürəsindədir. Mülayim və tropik işıqlanma quşağında yerləşir. Xeyr, eyni enlikdə yerləşirsə, bu yalnız bir işıqlanma quşağında yerləşməlidir. O da ki, hansı olacaq? Mülayim işıqlanma quşağıdır. Greenwich eyni məsafədədir. Xeyr, biri 15 şərqdədir, biri isə 60 şərqdədir. Aralarındakı məsafə var da bunlar. Ekvatordan bəli məsafələri eynidir, çünki eyni paralel üzərindədir.
Qütblərdən də məsafələr eynidir. Bu da eyni paralel üzərində olduğuna görə belədir. Müvafiq olaraq 1 və 5-ci saat quşaqlarında yerləşirlər. Xeyr, 1-ci saat quşağında A yerləşir, amma B 4-cü saat quşağında. Niyə? 60 bölünsün 15, 4 alınmış olacaq. Doğru cavabımız 1, 4, 5 Y variantı olacaq. Növbəti sualımıza diqqət edək. Gündüzün uzunluğunun il ərzində dəyişməsini əks etdirən qrafikin aid olduğu məntəqə üçün doğrudur. Baxıram ki, 21 mart tarixidir. 12 saat gündüzdür. 6 iyun tarixində, daha doğrusu 22 iyun tarixində 18 saat gündüzdür. 23 sentyabr tarixində 12 saat gündüzdür. 22 dekabr tarixində 6 saat gündüzün uzunluğu var. Bu deməli şimal yarımkürəsində yerləşən hər hansı bir məntəqəmizdir. Çünki burada 22 iyunda gündüzün uzunluğu daha çox. Deməli cənub yarımkürəsində yerləşmir bir yanlışdır. Qütb gündüzləri müşahidə olunur. Mülayim işıqlanma qurşağında yerləşir. Günəşin il ərzində 2 dəfə zenit vəziyyəti müşahidə olunur. Günorta vaxtı kölgə il boyu şimala yönlənir. Məntəqə 40 dərəcə şimal enliyində yerləşmir. Baxın, gəlin elə yanlış cavablarımızı buradan o dəqiqə çıxaq. Niyə? Biz desək ki, bura məntəqə 40 dərəcə şimal enliyində yerləşir. O zaman biz deyirik ki, Bakı şəhərində 22 iyunda bu qədər gündüz olmur axı 18 saat. 18 saat gündüz olar 22 iyun tarixində harda? Təbii ki, 90 dərəcəli enlikdə, şimal enliyində. Ona görə 6 yanlış olacaq. 6 da yanlış. Gördünüz mü? İndi nə olacaq burada? 90 dərəcə şimal enliyi yox, əstəğfurullah, yanlışdır. 66.5 dərəcə şimal enliyi. Ona görə qütb gündüzləri müşahidə olunur qeyd edəcəksiniz. Mülayim işıqlanma qurşağında yerləşir deyə bilərik. Daha sonra günəşin ildə 2 dəfə zenit vəziyyəti olunur. Yanlış fikirdir. Burada günəş zenitdə olmaz. Amma günorta vaxtı kölgə il boyu şimala yönəlir. Bu da doğru olmuş olacaq. Növbəti sualımıza diqqət edək. 180 dərəcə meridian üzərində olan A məntəqələrdən A məntəqədə 37 cənub enliyi, B məntəqəsi 43 şimal enliyində yerləşir. Baş miqyas 1 sm-də 200 km olan xəritədə bu məntəqələr arasındakı məsafə 45 sm olarsa təhrifi hesablayın. Baxın, B məntəqəmiz yerləşir harda? 43 şimal enliyində. A məntəqəmizdə harda yerləşir? 37 cənub enliyində. Arasındakı dərəcə fərqimiz nə qədərdir? Arasındakı dərəcə fərqimiz 80 dərəcədir. 180 dərəcə meridian üzərində də vurdum 111 etmiş olacaq nə qədər? Gəlin hesablayaq, görək 180-i 111-ə vurduqda nə qədər etmiş olacaq? 19980 km. Bu bunlar arasında həqiqi məsafəmizdir. 180 niyə vurdum mən? 80-i vurmalıyım. 80 vurulsun 111-ə eləyəcək 8880 km. İndi miqyasa əsasən xəritdəki məsafəyə əsasən ki, həqiqi məsafəni tapaq 200 vurulsun 45 şəklində yazacağıq. Vurulsun 45, etmiş olacaq 9000 km. İndi aralarındakı fərq təhrifdir. 9000-dən çıxacağım 8880, o da deyəcək 120 km. Yay gün dönümü günü qış gün dönümündür günündən fərqləndirən xüsusiyyətlər. Yay gün dönümündə günəş 23,5 dərəcə şimal enliyində zenitdə olacaq. Qış gün dönümündə isə cənub enliyində. Biri 22 iyun tarixidir, bu isə 22 dekabr tarixidir. Günəş Afrika materikində zenit vəziyyətində olur, hər ikisində olur. Çünki Afrika materikini iki tropik xəttin ikisi də kəsir. Günorta vaxtı cənub tropik xətti üzərində yerləşən şaquli dirəyin kölgəsi özündən uzun olur. Bəli, bu yay gün dönümü gününü qış gün dönümündən fərqləndirir. Çünki yay gün dönümündə şimal tropik üzərində günəş zenitdə olur deyə cənub tropikində olan məntəqədə kölgənin uzunluğu olacaq. İslandiya adasında gündüzün uzunluğu İrlandiya adasına nisbətən daha çoxdur. Bəli, bu da doğru fikirdir. 22 iyun tarixində biz deyirik ki, ekvatordan qütblərə doğru getdikcə gündüzlərin uzunluğu artacaq. Ekvator üzərində günəş şüaları ən kiçik bucaq altında düşür. Hər ikisində ən kiçik bucaqla düşəcək. Eynidir bu. Şərqi Asiyada son küləkləri qurudan dənizə doğru əsir. Yay gün dönümündə şimal yarımkürəsində yay fəsli olur. Yay fəslində də mussonlar dənizdən quruya doğru əsəcək. Yanlışdır. Günorta vaxtı ekvatordan 0 dərəcə azimutda görsənir. Bəli, bu da doğru olacaq. Çünki bu 22 iyun tarixində günəş 23,5 şimal enliyi üzərində zenitdə olur deyə günorta vaxtı o istiqamətdə görsənmiş olacaq. 2, 3 və 6 doğru cavabımız olmuş olacaq. Növbəti sualımıza da baxaq. Fiziki xəritədə 39 və 41 şimal enlikləri arasındakı məsafə bu qədərdir. Xətti miqyasını təyin edin. Baxın,
2 dənə enlikdir. 41 şimal enliyi və 39 şimal enliyi. Aralarındakı dərəcə fərqimiz nə qədərdir? Eyni yarımkürədə deyə çıxdıq. 2 dərəcə fərqlər var. 2 dərəcə mən vuracam meridian üzərində deyə 111-ə. 70 olacaq nə qədər? 2222 kilometr. Bu bizim həqiqi məsafəmiz. Həqiqi məsafəni mən xəttdəki məsafəyə bölməklə nəyi taparam? Taparam xətti miqyasımızın kəmiyyətini. O da 70 olacaq 5 kilometr yəni. Y variantı uyğundur. 5 burada, kilometr isə burada. Səyyah A məntəqəsindən 0 dərəcə azimutdan bayaqlar bu suala uyğun bir sual etdik. A məntəqəsində yerləşir 20 dərəcə cənub enliyində 0 dərəcə azimutdan 6660 km böldü 111 60 dərəcə. 20 cənub enliyindən 60 dərəcə şimala getsəm, gəlib çıxacam 40 şimal enliyinə. Sonra isə 270 dərəcə azimutdan, yəni qərbə doğru 5124 km getdi. Yəni nə qədər? Bölsəm 40 dərəcəyi paralel üzərində deyə 85.4 edəcək 60 dərəcə. 60 dərəcəmizi getdim 30 şərq uzunluğunun 60 dərəcə qərbə doğru eləcək 30 dərəcə qərb uzunluğu. Məntəqəmizin coğrafi koordinatı hara oldu? 30 qərb uzunluğu 40 şimal enliyi. Bu bizim coğrafi koordinatlarımızdır. İndi nə istəyir? Həm də ondan A nöqtəsi arasındakı saat fərqi. A nöqtəmiz 30 şərq uzunluğundadır. Həmin nöqtəmiz 30 qərb uzunluğunda oldu. Arasındakı dərəcə fərqimiz nə qədərdir? Təbii ki 60 dərəcədir. 60 dərəcəni də mən 15-ə bölsəm 70 olacaq 4 saat. Doğru cavabımız Y variantı olmuş olacaq. Belə, kartografiya bölməsində qəbul imtahanlarına düşmüş sualların bir çoxunun izahına diqqət yetirmiş olduq. Bu tipli sual izahlarının gəlməsini istəyirsinizsə və hansı bölmədən gəlməsini istəyirsinizsə mütləq şəkildə rəy bölməsində qeyd edə bilərsiniz. Sağ olun, gələn videolarımızda görüşmək ümidi ilə.